Hüceyrə canlının quruluş və inkişaf vahididir. Histologiya bölməsi haqqında məlumat verəcəm. 9-cu sinif 2-ci fəsil. Hüceyrə haqqında elm histologiya adlanır. Yunanca sitos hüceyrə, logos elm deməkdir. Və biz bilirik ki, əksər canlılar hüceyrələrdən təşkil olunmuşdur. Və hüceyrələrinin quruluşuna görə canlılar eyni və yaxud da müxtəlif ölçü və formalarda ola bilər. Hüceyrələrinin onlara oxşar xüsusiyyətləri kimyəvi tərkibinə görə canlılar bir-birinə oxşayır, lakin forma və ölçülərinə görə bir-birindən fərqlənir. Məhz onların kimyəvi tərkibinə görə bir-birinə oxşar olması canlıların eyni mənşədən başlanğıc götürməsini sübut edir. Dərslikdə də verilmiş şəkillərə əsasən bir çox hüceyrələrin şəkli verilmişdir. Məsəl üçün, sinir hüceyrəsidir, qırmızı qan hüceyrələri, leykosit hüceyrələri, bir hüceyrəli heyvanlar, infizor tərlik, yaşıl evqlena, yalancı ayağa malik olan amöb, kirpikli epiteli və yaxud da saya əzələni göstərə bilərik və bu kiçik olan dairə şəklində olan isə qurbağanın yumurta hüceyrəsini misal göstərə bilərik. Yəni, hüceyrələr kimyəvi tərkibinə görə oxşar, lakin formalarına görə müxtəlif ola bilər. Və histologiya elmi hal-hazırda hüceyrənin quruluşunu, kimyəvi tərkibini, funksiyasını, çoxalmasını, inkişafını, ətraf mühitlə əlaqəsini öyrənməsini, uyğunlaşma kimi xüsusiyyətlərini öyrənən elm sahəsidir. Və hazırda kompleks elm hesab olunur ki, yəni digər təbiət elmləri ilə də, fizika, kimya, riyaziyyat elmləri ilə də sıx əlaqədar işləyir. Və histologiya elminin ilk dəfə necə oldu ki, məsələn, bu hüceyrə nəzəriyyəsinin öyrənilməsinin bir tarixi inkişafı yolu var idi. Histologiya elmi mikroskopun kəşfi ilə əlaqədar olaraq inkişaf etmişdir. İlk dəfə mikroskop 16-cı əsrdə mikroskop Hollandiyada kəşf edilmişdir Robert Hooke tərəfindən. Robert Hooke ilk dəfə 1665-ci ildə mantar kəsiyində cansız hüceyrələrə görmüş və orada hüceyrə şanı, arı şanına bənzər gözcüklər görmüş və hüceyrə adlandırmışdır. Yadımızda saxlayaq ki, Robert Hooke ilk dəfə cansız hüceyrəni kəşf etmişdir. Lakin Antoni van Leeuwenhoek 1680-ci ildə canlı hüceyrələri və tək hüceyrəli, yəni bir hüceyrəli orqanizmləri öyrənən alim Antoni van Leeuwenhoek olmuşdur. Daha sonra başlayaraq 19-cu əsrdə Schleiden və Schwann tərəfindən bir çox hüceyrə haqqında məlumatlar toplamışdır. Məsəl üçün, Schleiden bitki hüceyrəsinin quruluşu haqqında məlumatlar, Schwann isə heyvan hüceyrələri haqqında zooloq olmuşdur və heyvan hüceyrələri haqqında məlumat toplamışdır. Hər ikisi Schwann, Schleiden işlərini ümumiləşdirərək heyvan və bitki hüceyrələrinin quruluşca oxşar olmasını müəyyən etmişdir. Və beləliklə hüceyrə canlı orqanizmlərin quruluş vahididir. Lakin Schwann və Schleiden alimlərin belə bir səhv etmişdilər ki, onların səhvi nədən ibarət idi? Səhvi ondan ibarət idi ki, hüceyrələr orqanizmdə qeyri-hüceyrəvi quruluşa malik canlılardan yaranıb. Bu yanlış fikir idi. Həmən bu yanlış fikri təkzib edən alim Virchow alimi olmuşdur ki, 1858-ci ildə nə eləmişdi? Belə bir fikir irəli sürmüşdür ki, bütün hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən yaranır. Yəni, hər bir ana hüceyrə bölünərək digər hüceyrələrə, qız hüceyrələrə başlanğıc verir. Bunlar 19-cu əsrdə deyilmişdi Virchow tərəfindən, lakin 20-ci əsrdə Karl Beer tərəfindən məməlilərin yumurta hüceyrəsi kəşf edildi və yumurta hüceyrə çox hüceyrəli orqanizmlərin mayalanmış bir hüceyrədən ziqotdan başlanğıc götürməsini sübut etdi. Və Karl Beer bu kəşfi ilə əlaqədar olaraq artıq hüceyrə canlıların təkcə quruluş vahidi deyil, həm də inkişaf vahididir. Biz çünki nəyə görə bildiririk ki, Schwann və Schleiden fikirlərinə görə hüceyrə canlıların quruluş vahididir, Karl Beerin fikirlərinə görə hüceyrə həm də canlıların inkişaf vahididir. Və beləliklə hüceyrə nəzəriyyəsi yaranmağa başladı. Schwann hüceyrə nəzəriyyəsini sonradan yeni müddələrlə zənginləşdirdi və müasir hüceyrə nəzəriyyəsi 4 müddədən ibarətdir. Gəlin baxaq, bunlar hansılardır? Birinci, hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. Birinci müddədə quruluş vahidinə qədər olan isə bu Schwann və Schleiden nəzəriyyəsinə,
İnkişaf vahididirsə Karl Berə aiddir. Yəni birinci müddəası həm Şvan və Şleydin və Karl Ber aliminin fikirləri ilə tamamlanır. İkinci, bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə, maddələr mübadiləsinin gedişatına görə oxşardır. Yenə Şvan və Şleydin nəzəriyyəsi burada özünü göstərir. Üçüncü müddət hüceyrələrin çoxalması, onların ana hüceyrəsinin bölünməsi yolu ilə baş verir və bu fikir üçüncü müddət isə alim olaraq Virxov alimi hesabına irəli sürülür və öz təsdiqini tapmışdır. Dördüncü müddət mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşaraq toxuma və orqanlar əmələ gətirir ki, bunlar da bir-biri ilə sinir və humrol yolla tənzimlənir. İndi burada biz dayanacağıq. Biz bilirik ki, yer üzərində yaşayan canlıları 4 qrupa bölürdük. Bitkilər, heyvanlar, bakteriyalar, göbələklər. Məhz bu müddələrdən hər birinci, ikinci, üçüncü müddə hər bir aləmə aid edilir. Lakin dördüncü müddət, yəni burada artıq toxuma və orqanların əmələ gəlməsi çoxhüceyrəli bitkilərdə və çoxhüceyrəli heyvanlarda biz toxuma və orqanlara rast gəlirik. Yəni ibtidai bitkilərdə, ibtidai heyvanlarda, daha sonra təbii ki, bakteriyalarda, göbələklərdə biz toxuma və orqan anlayışı yoxdur. Yalnız hüceyrə söhbət gedir. Və digəri bu sinir və humrol yola sistemi ilə tənzimlənmə isə yalnız heyvanlar aləminə məxsusdur. Yəni burada, dördüncü müddəni biz çoxhüceyrəlilərə aid edirik. Yəni çoxhüceyrəli bitkilərə və çoxhüceyrəli heyvanlar aləminə aid edilmiş olar. Və alimlərin söylədikləri fikirlərə müvafiq olaraq adlarını qeyd edək. Çalışmada hüceyrə canlıların quruluş vahididir. Bu Şvan və Şleydin. İnkişaf vahididir. Karl Ber. Bölünmə yolu ilə ana hüceyrədən başlanğıc götürür. Virxov. Hüceyrə termini ilk dəfə Robert Hooke. Antoni van Leeuwenhoek mantar kəsiyinə baxmışdır. Yenə bu Antoni van Leeuwenhoek yox, yenə Robert Hooke öz düzəltdiyi mikroskopda. Canlı bir hüceyrəli orqanizmləri kəşf edən alim isə Leeuwenhoek olmuşdur. Müasir hüceyrə nəzəriyyəsini də bunu ardıcıllıqla özünüz baxa bilərsiniz. Davam edirik. Hüceyrəsiz orqanizmlər, viruslar. Yəni burada dərsliyin adında da verilib ki, mövzuda hüceyrəsiz orqanizmlər viruslardır. Viruslar canlı və cansız varlıqlar arasında keçid forma hesab olunur və viruslar cansız mühitdə, yəni ətraf mühitdə kristal formasında rast gəlinir. Və virus sözünün mənası zəhər deməkdir. Kiçik ölçülərə malik hüceyrəsiz həyat formalıdır. Və yadınızda qalsın, maddi həyatın əsası 3 formadadır. Eukaryotlar var, prokaryotlar var və viruslardır. Yəni virusları biz heç bir aləmə aid etmirik. Virus sözünün mənası isə zəhər deməkdir. Lakin viruslar irsi məlumatları daşıyan materialdan, yəni DNT və RNT-dən və qoruyucu örtük kapsid pərdəsindən təşkil olunmuşdur. Virusların digər canlılardan fərqli xüsusiyyətləri odur ki, onlar ya DNT mənşəli olurlar, ya RNT mənşəli. Yəni bir virusda biz həm DNT-yə, həm RNT nuklein turşularına rast gələ bilmərik. Yəni DNT və RNT keçəcək nuklein turşularıdır. Ya DNT olmalıdır, ya RNT. Ümumilikdə deyirik ki, nuklein turşuları və zulaldan ibarətdir. İndi növ olaraq bölsək, ya DNT tərkibli nuklein turşuları var, ya RNT tərkibli nuklein turşularından təşkil olunmuşdur. Və bu səbəbdən də onların həyat prosesi, virus özləri xüsusi zulal sintez edə bilmir, ribosoma malik deyil, sərbəst şəkildə qidalana bilmir, sərbəst şəkildə çoxala bilmir, maddələr mübadiləsini həyata keçirə bilmir. Yəni deyirəm ki, ətraf mühitdə ona görə onlar qidalı mühitdə də onlar çoxala bilməz. Hər hansı bir virus olan hissəyə biz nə qədər qidalı mühitdə əlavə etsək, viruslar orada çoxala bilməz, inkişaf edə bilməz. Virusların çoxalması üçün mütləq şəkildə canlı orqanizm lazımdır.
kısımdır. Mütləq şəkildə. Əgər orada bir canlı hüceyrə varsa, bəli, virus orada çoxala bilər, qidalana bilər və sairə həyatını, inkişafını davam etdirə bilər. Testlərə də həmişə düşür. Yenə mütləq qidalı mühit olan hissəyə bakteriya çöpü də qoysaq, virus da qoysaq, bakteriyalar inkişaf edə bilər, sayda bölünmə yolu ilə çoxala bilər, lakin viruslar yox. Çünki orada canlı hüceyrə yoxdur. Və burada şəkillərdə verilib ki, bakteriya hüceyrəsi, yosun hüceyrəsi, tütün mozaikası virusudur. Yəni hüceyrə qılafına malikdir hər üçündə. Yox, üzr istəyirəm. Tütün mozaikası virusda adını çəkmirik. Stoplazma virusda yoxdur. Hüceyrə qılafı yoxdur. Nüvə yoxdur. Sadəcə irsi material var. Nə qamçı var, nə xromatofor var. Yəni burada bizə testdə versə, yalnız burada irsi material var viruslarda. Digərlərinə rast gəlinmir. Burada bakteriya hüceyrəsi verilibdir. Yosun hüceyrəsi verib, xromatofordur. Bir hüceyrəli bitkilərdir və tütün mozaikası virusudur. Mütləq şəkildə bu şəkillərə diqqət yetirək. Tütün mozaikası virusunda görürük ki, irsi material daşıyan nədir? RNT-dir. DNT yoxdur. Deməli, testlərə düşə bilər. Tütün mozaikası virusu hansı tərkibli viruslara aid edilir? Deyirik ki, RNT tərkibli və zulal molekulundan təşkil olunmuşdur. Yosun hüceyrəsində isə həm DNT var, həm RNT var. Hər ikisi bir yerdə stoplazmada rast gəlinə bilər. Bakteriya hüceyrəsi də olduğu kimi həm DNT-yə, həm də RNT-yə malikdir və bunlar hüceyrəvi quruluşa malik olduğuna görə dedik ki, hər bir hüceyrə qılafdan, stoplazmadan və bitki hüceyrəsində nüvədən təşkil olunmuşdur. Lakin bakteriya hüceyrəsində nüvə yoxdur. Onların halqa şəkilli bir ədəd DNT-si var ki, və DNT stoplazmada sərbəst halda yerləşir. Və burada da görürük ki, bəzi bakteriya hüceyrələrində biz demişdik ki, qamçılara rast gəlinir. Amma viruslarda yalnız iki hissədən ibarətdir. Tütün mozaikası RNT tərkibli və zulal örtükdən ibarətdir. Və bu keçən il abituriyent sualları düşmüşdür. Və burada bu şəkilə baxaq. Hepatit C virusudur ki, məhz bu hepatit C virusu RNT tərkibli viruslara aiddir. Bu şəkildə vermişdir. Bu şəkil düşüb. RNT tərkibli olan hepatit C virusu hansı hissələrdən təşkil olunmuşdur? Zulal molekullarından, lipid qatından, bir ədəd lipid qatından və kapsid örtükdən. Bu kapsid örtüyü məhz zulal molekulları əmələ gətirir və RNT tərkiblidir. Keçək bunlarda virusların törətdiyi xəstəliklər. Viruslar ümumiyyətlə yadınızda qalsın, həm bitkilərdə, həm heyvanlarda, həm bakteriyalarda, göbələklərdə, istənilən bir canlılarda viruslar xəstəliklər törədə bilər. Və virusların xəstəliklə insana yoluxması üçün bir çox yollarla yoluxa bilir. Məsəl üçün, hepatit A virusu var ki, hepatit A virusu çirklənmiş qida ilə, su vasitəsilə sahib orqanizmə daxil ola bilər. Lakin hepatit B, quduzluq, immun çatışmaması kimi viruslar isə insana qan vasitəsilə nə ilə bilər? Yoluxa bilər. Və hepatit B virusu DNT tərkiblidir. Yadınızda qalsın, hepatit B DNT tərkibli viruslara aid edilir. İndi viruslar bir çox yollarla, yəni hava damcı yolu ilə bir çox tənəffüs yollarında xəstəliklər törədir. Bunlar hansılardır? Qrip və yaxud da qızılcıq çiçək xəstəliklərini misal göstərə bilərik. Qrip xəstəliyinin törədicisi virusdur. Və həmin bu qrip xəstəliyi tənəffüs yollarını zədələyir. Xəstəlik hava damcı yolu ilə nə edir? Bir insandan digər insana keçə bilər. Digər xəstəlik çiçəkdir ki, yenə törədicisi viruslardır. Çiçəkdə bu hissəyə diqqət yetirək. İlk öncə yoluxma zamanı öncə tənəffüs yolları, daha sonra dəri zədələnir. Bax, bu hissələrə diqqət yetirək. Çiçəkdə hava damcı yolu ilə bir insandan digər insana keçir. Öncə tənəffüs yolları, daha sonra dəri zədələnir. Qızılcıq xəstəliyi isə yalnız damcı infeksiyasıdır və qızılcıq xəstəliyinin də törədicisi viruslardır. Bunun da ardıcıllığını bilməliyik.
Öncə ağız boşluğundan bronxlara qədər, yəni bronxlara qədər, tənəffüs yollarına qədər, daha sonra dəri, ən sonda isə bağırsağın zədələnməsi ilə müşahidə edilir. Yenə deyirəm, qızılcıq xəstəliyi damcı infeksiyasıdır, ağız boşluğu, bronxlar, bütün tənəffüs yolları, ən sonda dəri və bağırsaq. Uşaqlarda poliomielit uşaq iflici xəstəliyinin tez-tez rast gəlinir ki, sinir sistemi xəstəlikləridir. Öncə udulaq, bağırsaq, bəzən də onurğa, beynin hərəki yolları zədələnə bilər.